على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. İnşallah məclis İmam-ı Zamanımızın mübarək nəzəri ilə daha da nuran olsun deyənə xanım Zəhranın pak və müqəddəs ruhuna salavat edəyələ. Allahümmə salli ala Muhammed və ali Muhammed. Hüseyin əleyhissalam haqqın aşıqı. Eşq əqlin məntiqi nəticəsidir. Biraz da mövzunu açmaq istəyirəm sizə. Proses belə başlayır. Birinci mərifət, daha sonra məhəbbət, üçüncü pillə eşq. Mərifət yəni tanışlıq, tanımaq, Allahı tanımaq. Sevmək üçün tanımaq lazımdır. Tanımasam sevə bilmərəm. Bir nəfəri gəlirsən, mənə deyirsən, istə onu. Sən mənə onu tanıtdırmasan, mən onu istəyən deyiləm. Ona görə Əhl-i Beytdən danışanda onlara sevmək lazımdır, onlara aşiq olmaq lazımdır. Gücü o sözlərə verənə qədər Əhl-i Beyti tanıtdırın. Allaha məhəbbət göstərmək lazımdır, Allaha eşq olmalıdır. Sən necə pis insansan, Allaha məhəbbətin yoxdur. Ondan birinci məsələ ki, bu sözü gəlir belə deməsin heç. Birinci məsələ Allahı tanıtdırmaqdır. O tanışlığın adı mərifətdir. Mərifət yarandı, məhəbbət gəlir. Elə ki, tanıyırsan, ağıl sənə deyir, belə gözəllikdən keçmək olar. Ağıl sənə deyir, belə gözəllikdən məgər keçmək olar. Allahı tanıyan kimi məhəbbət yaranır. Deyir, keçmə bu gözəllikdən. Və Allah Taala elə bəndəni yaradan kimi ilk mövzu eşq mövzusunu açdı. Allah bəndəni yaradan kimi ilk mövzu olaraq eşq mövzusunu açdı. Necə? Allah Qurani Kərimdə buyurur, "Summa xalaqnan nutfata alaqatan." Üzrxahlıq edirəm. Deyir, əvvəl bir nütfə idi insan. Mundar su yəni. Deyir, biz onu laxta qana çevirdik. Və xalaqnal alaqata muzğatan. Sonra o laxta qanı biz ət parçasına çevirdik. Və xalaqnal muzğata izaman. Sonra daha bir proses gəldi. Biz onu yumşaq sümüyə çevirdik. Və kəsavnal izaman lahman. O sümüyün ətrafını ətlə bürüdük. Summa anşa'nahu xalqan axar. Sonra ruh verdik. Yəni ağıl verdik. Ağıl verən kimi fətəbarəkallah. Allah dedi, afərin mənə. Fətəbarəkallah. Əhsənul xaliqin. Nə gözəl yaradanam. Ən gözəl mənəm. İlk sözü bu oldu. Ən gözəl mənəm. Niyə bu mövzunu açdı? Çünki Allahın nə qədər adı var. Amma gözəllik mövzusunu qabartdı. Allahın nə qədər adları var? Qadir, Rəhim, Rəhman adları sayısı nə qədər. Amma gətirdi, adını qabartdı. Gözələm ha mən. Niyə? Çünki insan gözəlliyə məhəbbəti var. Gözəlliyi gördü, istəyir. Gözəlliyi gördü, dayanır, baxır. Görürsən, dayanır, baxır. Bir dənə gözəl bir təbiət görən kimi dayanır 3 saniyə, 4 saniyə baxır. Çünki gözəlliyə meyillidir. Allah insanı yaradan kimi dedi, ən gözəl mənəm ha. Birdən səhv gedib məşuq taparsan. Birdən gedərsən məcazi eşqlərə tərəf. Yalancı eşqlərin qurbanı olarsan. Gəl mənə tərəf. Allahla bəndə arasında ilk mövzu eşq mövzusu oldu. İlk mövzu bu idi. Və bu tanışlıq mərifət. Yəni Allahı tanımaq. İnsanda ilk əvvəl məhəbbət yaradır. Hələ eşq yox. Məhəbbət gəlir. Amma insan hələ aşiq olmuyor. Deyərsən birdən məhəbbətlə eşqin fərqi var? Bəli, var. Məhəbbət məsələsində mən və Allah var. Mən və Allah. Nə mənadır? Hələ burada mən məsələsi aradan getməyib, itməyib. Görsən, bəla gəlir,
Bəla gələndən sonra deyir, mən razı deyiləm bunu ilə, ya Rəbbəl aləmin. Amma sənə olan məhəbbətimə görə dözürəm, səbr edirəm. Sənə məhəbbətim var mənim. O məhəbbətə görə səbr edirəm. Amma mən razı deyildim bunu ilə. Mən mövzusu qabardı. Demək, mən var burada. Məni gətirdi önə. Amma aşiqdə belə deyil. Aşiqdə mən və Allah yoxdur. Aşiqdə yalnız Allah var. Hətta bəla gələndə də belə səbr eləmir. Şükr eləyir. Deyir, mən kiməm ki? Mən deyim, mən narazıyam, amma sənə görə razıyam. Mən kimə olmuşam ki? Mən var, sən varsan. Mən itib. Mən yoxdur ki. Eşqdə mən və Allah yoxdur, yalnız Allah. Məhəbbətdə mən və Allah var. Və Allahın ona görə bu mən sözündən xoşu gəlmir. Deyir, çalışın o mən sözünü işlətməyin. Quran-ı Kərimi də gedin vərəqləyin. Kim mən sözünü işlədib bədbəxt olub? Başlayın birinci şeytandan. Şeytan birinci nə dedi? Dedi, mən səcdə eləmirəm. Niyə? Ənə xeyrun minhu. Mən ondan yaxşıyam axı. Adəmdən. Ənə. Ənə ərəb dilində tərcüməsi mən deməkdir. Mən yaxşıyam axı ondan. Qarun Musanın vaxtında yaşayan imkanlının biriydi. Dedilər, Qarun pulundan keçirsən, biraz pulundan ver də insanlara. Dedi, utitu min ilmin indi. Mən qazanmışam axı onu, mən. Məhv oldu, getdi. Firavuna dedilər, keç bu Allahlıq iddiasından. Dedi, ənə rabbukumul ə'la. Mən sizin böyük Rəbbinizəm. Mən. Hamısı məhv oldu, getdi. Tarix sildi bunlar, itirdi. Yoxdur bunlar. Amma Allah deyir, neynə? Mən kəlməsini itir. Görürsünüz, namazda biz nə deyirik? İyyəkə nə'budu. Sənə ibadət edirəm. Yox, ibadət edirik. Mən yoxdur o sözdə. Özdə bilirsən necə? Birinci sənə ibadət edirik ya. Nəinki biz ibadət edirik sənə. Səni vermişik önə, sənə ibadət edirik biz. Birinci sən, sonra ibadət, axırda biz. Biz kim olmuşuq ki, keçək qabağa? Biz kimik ki? Orada da itirirsən. Allah deyir, itir özünü. Hər gün didizdirir bizə ki, itirək özümüzü. Allah bunu istəyir. Və eşqin xüsusiyyəti budur. Eşq insanı tam mənada itirir, hətta özünü. Özü də yoxa çıxır. Öz rahatçılığını da fikirləşmir. Yalnız fikri budur ki, Allah məndən razı olsun. Füzuli deyir, can vermə, qəmi eşqə ki, eşq afəti candır. Eşq afəti can aldığı məhşur-i cahandır. Füzuli deyir. Deyir, can vermə bu qəmi eşqə. Bu eşq qəminə çox can vermə. Belə danışır birinci. Bu eşq qəminə canını versin, eşq afəti candır. Afət qurda deyirlər. O qurd gəldi ağacın üstünə, başlayır ağacı qurutmağa. Axırda ağac quruyur, aradan gedir. Ona deyirlər ərəblər o qurdun adına afət. Deyir, eşq afəti candır. Canın qurdudur. Gəlib daxil oldu canıva, bütün səni əridəcək, itirəcək səni. Füzuli deyir. Arxasıcan da buyurur, eşq afəti can aldığı məhşur-i cahandır. Bunu deyir, hamı bilir, mən çıxartmamışam meydana. Hansı aşiqdən soruşsun bu kəlməni deyəcək. Aşiq bu kəlməni deyəcək ki, doğrudan belədir. Eşq qurudur insanı, aradan aparır insanı. Ona görə aşiq həmişə deyəcək söz budur. Allah nə istəyirsən məndən? Saniyələrini hətta boş yerə keçirmir. Bütün saniyələri ibadətlə keçir. O ki, Quranda ayə var, Allah Teala buyurur, mən sizi yalnız və yalnız ibadət üçün yaratmışam. Çoxları bu ayəni başa düşməyib. Çünki niyə başa düşməyib? Ona görə başa düşməyib ki, ibadəti ilə başa düşürlər, ibadət namaz, oruc, həc, məscidə getmək. Sonra deyir, yalnız səni bunun üçün yaratmışam. Onda yalnız məni bunun üçün yaradıbsa, elə bütün günü məsciddə olmalıyam, namaz qılmalıyam, oruç tutmalıyam, onda həyatdan təcrid olmalıyam. Başa düşməyiblər bu ayəni. Allah deyir, mən səni yalnız və yalnız ibadət üçün yaratmışam.
Yəni sən bütün işlərində məni güdməlisən. Sən ki bütün işlərində məni fikirləşdin, o artıq ibadətdir. Hətta belə bir insan suyu götürür, içməmişdən qabaq dayanır. Deyir, ya Rəbbəl aləmin, sən istəmisən, içirəm. Sən demisən, iç canı və xətər olmasın, ona xatir içir, amma bunu sən deməsiydin, mən içərdim. Bu mənim üçün zəhər olardı. O suyu qoydu ağzına, başladı içməyə, o ibadət edir. Adam da var, günlərlə gecə namazı qılar, amma ibadət eləmir. Bu su içir, ibadət edir. O gecə qalxıb ibadət eləmir. Çünki Allah üçün eləmir. Allah ona görə deyir, mən sizi ibadət üçün yaratdım. Bütün işlərinizdən məni görün. Və aşiq insanın xüsusiyyəti budur. Aşiq insanın xüsusiyyəti budur. Və onun kökündə dedim sizə, mərifət dayanır, tanışdıq. Görürsünüz, mərifət insanı hara gətirir, çıxardır. Bir həddə gəlir, çıxardır ki, pak insanların hamısı o insanı sevməyə başlayır. Bu zarafat deyil ki, 14 əsrdir də, hə? Görsən, yığışmışıq, yığışıblar, bugün ecəndə yığışılıb, bundan sonra da yığışacaq hamımız, insanlar nə qədər var. Gəlirlər kimə görə? İmam Hüseynə görə, 6 aylıq balaya görə, Rüqəyyaya görə. 3 yaşında uşağın, hələ bir ondan deyim də, 3 yaşında uşağın məhəbbətinin cazibəsinə bax, yığıb hamımızı bura. Nəinki sizi? Dünyanın hansı nöqtəsinə gedirsən, get əhl-i beyt sevərlər, peyğəmbər sevərlər, bu günü matəm ediblər. Onun cazibəsidir, onun xüsusiyyətidir. Onu o həddə gətirib çıxardan mərifətdir, mərifət. Ona görə ariflərdən biri deyirdi ki, mərifətin əgər bir nəfər rəsm əsərini çəkə bilsə, divara, rəsm əsərin mərifətini çəkə bilsə. Kim gəlsə, baxsa ona, ürəyi dözməz gözəllikdən, partlayar ürəyi ölər. O qədər mərifət gözəl bir şeydir. Bu qədər danışdım, bir dənə ayə deyim də, sübut olsun sözümə ki, öz kəlmələrimi demirəm. Allah Teala Quran-ı Kərimdə buyurur: "Ellezina amenu eşeddu hubben lillahi." Onlar ki ağıl, mərifət yəsi oldular, aşiq oldular. Ellezina amenu eşeddu hubben. Şiddətli məhəbbətə eşq deyirlər. Keçən dəfə dedim axı sizə. Deyir, onlar ki mərifətlə, ağılla, mərifət, ağıl yəsi oldular, aşiq oldular. Quran-ı Kərim deyir. Aşiqin, insan ki gəldi, oldu aşiq, insanlara qarşı qəlbində yanğı yaranır. Baxır insanlara, ürəyi ağrıyır. Baxır insanlara, ürəyi ağrıyır. Baxır bəzi insanlara, görür ki cahilanə yaşayırlar, məcazi eşqlərin qurbanı olublar, ürəyi ağrıyır. Deyir, niyə belə yaşayırsınız? Ona görə istəyir insanların əlindən tutsun, Allaha qovuştursun. İstəyirlər insanları aqil və aşiq eləsinlər. Ona görə əllərindən gələni əsirgəmirlər. Qanlarına qəltan olurlar ki, təki cəmiyyət aqil və aşiq olsun. Öz canından keçir ki, biz aqil olaq. Ona görə özümüzdən çox istəməliyik əhl-i beyti. O, mənə görə canından keçib. Sən də onu özündən çox istəməlisən. Ona görə yanğı var iman əhlinin qəlbində, böyük insanların qəlbində. Quran-ı Kərimdə ayədir, Musa Peyğəmbər deyir, Ən ətdu iləyyə ibadəllah. Gəldi, üzün tutdu Firona, onun tərəfdarlarına. Deyir, sizdən mən bir nə istəyirəm? Allahın bəndələri mənə verin. Bəndələri mənə verin. Yazıqdırlar onlar. Onlar olub cahil, onlar olub məcazi eşqlərin qurbanı. Mən onları sizdən istəyirəm, onları verin mənə. Mən çünki inni ləkum rasulun əmin. Mən əmanətdar peyğəmbərəm. Siz mənə verin onları. Mən bilirəm neyəcəm. Və dünən dedim sizə, aşiqin adi insanlarla 4 fərqi var. 4 fərqi. Birinci fərqi. Aşiq üçün hədəf yalnız və yalnız Allah olur. Aşiq üçün hədəf yalnız və yalnız Allahdır. O hər şeyi Allaha qovuşmaq üçün vasitə qərar verir. İkinci fərq. Onun duasında dəyişiklik yaranır. Duası ver deyil, aldır. Ver məntiqi deyil, al məntiqidir. Yəni, ya Rəbbəl aləmin, yaxşı əməlləri eləmişəm, alırsan məndən yoxsa yox. Sən almasan bu pisdə axı. Alda məndən bu əməlləri, nə olar? Siz də bugün çıxanda buradan denən, Allah, gəldim, əyləşdim bu əza məclisində. Bunu alda məndən. Qəbul elə də məndən, nə olar? İstəyin Allahdan, eybi yoxdur. Amma hərdən bu kəlməni deyin ki, ya Rəbbəl aləm, al da bunu məndən. Qalmasın da o cümdə.
Mən saxlaya bilmərəm. Görürsən, qunutda da gəlir, əlimizi tuturuq, əli boş dayanırıq da Allahın huzurunda. Niyə belə dayanırıq? Dua eləyəndə niyə belə dayanırıq? Yəni, əlimiz boşdur. Sən götür, saxla özündə əməllərimizi. Biz saxlaya bilən deyilik. Biz 3-4 günə xərab eləyəcəyik əməlləri. Allaha deyir, al məndən, al məndən. Düzdür, övliyalar da Allahdan nəsə istəyiblər. Onlar adətən istəyəndə də başa salmaq üçün istəyiblər insanları ki, siz də istəyəndə bizim kimi istəyin, ədəblə istəyin. Hətta baxırsan, o qədər utana-utana Allahdan istəyirlər. Əyyubun başına düzdür nə bəlalar gəldi, nə bəlalar gəldi ilahi və Rəbbim. Bir dənəsini qısa deyirəm sənə, çünki mövzum o deyil. 12 dənə övladı bir gündə dünyasını dəyişdi. Əyyubun. Bəla arxasıcan, bəla arxasıcan dayanıb. Quranda ayədir. O qədər xoşu gəldi Allahın bu kəlmədən, ayəsidir Quranda. Buyurur, Allaha üzünü tutdu, dedi, inni məssəniyə zur. Allahım, ya Rəbbəl aləmin, mənə çətinlik, xəstəlik, bəla üz verib ha. Əntə ərhamur rahimin. Demirə mənə kömək elə. Demirə mənə şəfa elə. Deyir, amma Allah, mən ki səni tanıyıram, sən ərhamur rahiminsən, özün bilərsən. Verirsən, vermirsən, ver. Mən ki, mən təkidlə deyim, ver. Utanır Allahla danışanda. Əntə ərhamur rahimin. Sən rəhimlərin rəhimlisən. 3-cü xüsusiyyəti budur aşiqin. 2-ci xüsusiyyəti budur. 3-cü xüsusiyyəti nədir? 3-cü xüsusiyyəti budur ki, aşiq insan ibadətə aşiq olur. İbadəti məhəbbət üzündən eləyir. Və 4-cü xüsusiyyəti də budur ki, aşiqin. Aşiq ibadəti qoruyur. Aşiq dini qoruyur. Aşiq mənəviyyatı qoruyur. Bizi mənəviyyat qoruyur, namaz qoruyur. Amma o namazı qoruyur. Allah Teala Qur'an-ı Kərimdə bir dənə ayəsi var. Təxminən ayənin məğzini deyim sizə. Deyir, mənim dinimi qorumaq üçün gələk aşiq olasınız. Asan məsələ deyil. Dini qorumaq. Üzün tutur bəzi insanlar deyir, ya eyyuhəl-ləzinə amənu. Ay iman əhli. Mən yərtəddə minkum ən dinihi. Sizlərdən ki, əgər mənim dinimdən üst çevirən olsa, dinimi qoysuz kənara. Fəsəufə yətiyəllah bi qovmin yuhibbuhum və yuhibbunəh. Mən elə bir qövüm gətirərəm, siz məndən üst çevirsiniz. Mən də onları çox istəyirəm, onlar da mənə aşiqdir. Onlar gəlib mənim dinimi qoruyarlar. Siz məndən üst çevirsiniz, narahat deyiləm ki. Mən aşiqlər gətirərəm ki, onlar dini qoruyarlar. Dini qorumaq üçün aşiqlər gətirərəm, Allah deyir. İmam Hüseyin əleyhissalam neyinir? İmam Hüseyin əleyhissalam Kərbəlaya gedir, dini qorusun. Qur'anı qorusun. Kərbəlaya gedir, Qur'an qorusun. Hüseyin əleyhissalam Kərbəlaya getməsəydi, Qur'an əldən çıxacaqdı. Qur'anı qorudu. Lev Tolstoyun bir dənə sözü var. Deyir, Tövratın, Zəburun, İncilin faciəsi budur ki, onların Hüseyin kimi qoruyucusu olmadı. Tövratın, bilirsiniz Tövrat, Zəbur, İncil aradan gedib. Aradan gedib. Yəni insanlar onu çevirdilər möhümata. Deyir, o faciə orada idi ki, Lev Tolstoyun sözüdür, onların Hüseyin kimi qoruyucusu olmadı. Peyğəmbərlər işlərini gördülər, Musa gəldi, kitabı gətirdi, getdi, sonradan təhrif elədilər. Onu qoruya bilmədilər insanlar, çünki Hüseynləri olmadı. Amma İslam dininin Hüseyni oldu deyənə, Kərbəlaya getməklə Quranı qorudu. Allah Teala buyurur, İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Biz bu Qur'anı nazil etdik və biz onu qoruyacaq. Biz onu qoruyacaq. Necə qorudu Allah Teala? Hüseynin vasitəsilə. Kərbəla şəhidlərinin vasitəsilə. Qorudu Allah Teala. Çünki Əməvilər istəyirdilər, Yezid, Bəni Ümeyyə istəyirdi, Quranı itirsin. İnanın sözümə, tarix deyirəm sizə. Tarix deyirəm sizə ki, bir dəfə Muaviyyə Quran-ı Kərimdə bir dənə hərf var idi, onu çıxartmaq istədi. Quranda bir dənə və hərfi var idi, onu çıxartmaq istədi. Çünki o vəni çıxartsaydı, o ayə xeyrinə olurdu. Ona görə bəzi insanlar ki var, dinə gəliblər, nəinki dinə gəliblər. Din onların xeyrinə olsun yaşayırlar. Haçan din toqquşdu, atırlar dini. İmam Hüseynin sözü də deyir, Əd-dinu lə'iqun əla əlsinətihim. Din bunların ağzında, bəzi insanların ağzında saqqız olub. Lə'iq təxminən o dövrün saqqızı.
Niyə saqqız deyir? Ona görə saqqız deyir ki, saqqızın xüsusiyyəti budur. Şirinliyi olan qədəri saqqızı çeynəyirlər. Amma elə ki, şirinliyi getdi, saqqız atırlar. Deyir, din bunların ağzında saqqız olub bəzi insanların. O vaxta qədər ki, buna deymir, o vaxt deyirsən dinlədir. O vaxt ki, din gəldi, pulundan verməlisən, bu din məndən niyə istəyir bu pulu? O vaxt ki, gəldi, bunu eləməlisən, deyir, olmadı ki bu. Din bunlara lazımdır deyənə, xeyirləri deyənə dini qəbul ediblər. Muaviyyə bir dənə və hərfi var idi, onu çıxartmaq istədi, bir dənə hərfdən başladı əvvəl. Sahabələrdən biri qalxdı ayağa. Ubey ibn Kəb gətirdi qılıncı qoydu başının üstünə. Dedi, and ola Allaha, əgər o v hərfini oradan çıxartsa, başımı kəsərəm. Vaxtı gördü, vəziyyət pisləşir, bu yayılacaq aləmə, hamı biləcək, vəziyyət mənim əlimdən də bu imperiya çıxacaq. Dedi, yaxşı, değişmirəm. Başa düşdünüz, tarixdir bu. İmam Hüseyin getdi Kərbəlaya ki, getdi qoymasın ki, Muaviyyə Bəni Üməyyə Quranı itirsin. Siz elə bilirsiniz, Bəni Üməyyə imamətin düşməni idi. Onlar tohidin düşməni idi, tohidin. Allahın düşməni idi. İmamət bəhanə olmuşdu. İmamət bəhanə olmuşdu. İmamətlə ona görə vuruşurdu ki, qabağında dayanıb qoymur istədiyini eləsin. Bu istəyir tohidi dağıtsın, aradan aparsın, amma qoymur. Muaviyyənin öz şəxsi sözünü deyirəm sizə. Bir dəfə onun tərəfdarlarından biri, Muğeyrət ibn Şöbə özü dedi Muaviyyə ki, ay Muaviyyə, da bəsdir də elədilər. Da dinə eləmədiyin qalmadı. Otur rahat pulu, varın, dövlətin, hər şeyin var. Birdən azan verildi. Azan veriləndə Peyğəmbərin adı gəldi. Dedi, Muğeyrət ibn Şöbə, adı eşidirsən? Dedi, hə. Dedi, nə vaxta qədər o adı var, rahat yaşaya bilmərəm. Mən necə yaşayayım rahat? Mənim düşmənim Əlidir. Heç Peyğəmbər də deyil ki. Onun da adını ona görə eşitmək istəmirəm ki, din getsin. Ona görə Hüseyin əleyhissalam gedir Kərbəlaya. Və görür ki, insanları Bəni Üməyyə cəhalətə aparır, dini aradan aparmaq istəyir, çatdırır özünü Kərbəlaya. Bu aşiq insanın xüsusiyyətidir. Aşiq insanın xüsusiyyətidir. Hətta o dönəmdə bəzi insanlar var idi ki, savadlı idilər, məlumatlı idilər, amma Hüseyin əleyhissalam başa düşmürlər. Deyirlər, Hüseyin getmə. Bəziləri istədiyindən, bəziləri təhlil eləyə bilmirlər. Deyirlər, düz eləmirsən. Amma başa düşmürdülər ki, onların ağıllarının dərəcəsi aşağıdadır deyənə, Hüseyin kamil ağlın özüdür, kamil ağıl dərk eləyib ki, mən ora getməsəm din gecək. Kamil ağıl qiyamətə qədər bütün zamanları görür. Başa düşürsünüz? Bütün zamanları görür kamil ağıl. Hüseyin əleyhissalam onu görür. Və aşiqdə də xüsusiyyət yaranır. Dini qorumaq üçün şücaət olmalıdır axı. Aşiqdə şücaət də yaranır. Aşiq insana şücaət yaranır. Ona görə İmam Hüseyin əleyhissalamın baxırsan həyatına, həm abidanə, həm aşiqanə Allahla bir dənə münacat eləyir. Bu tərəfə də keçirsən, bir dənə şücaət göstərir. Adam ilk əvvəl baxır, ziddiyyət görür. Amma heç ziddiyyət deyil. Eşqlə şücaət ziddiyyət təşkil eləmir. Eşqlə şücaət bir yerə birləşir. Bir nöqtədə cəm olur. Aşiq şücaətdə olur. Baxırsınız, Ərəfatda Allahla necə danışır. Ərəfə duasını oxumusunuz. Çox xahiş edirəm, gedin açın oxuyun. İmam Hüseynin Ərəfə duası var. Hacılar oxuyurlar o duanı. Ərəfə duasında Allahla necə danışır? O qədər Allahla məhəbbətlə danışır. O cümlələri oxuyanda məhəbbət insanı əridir. Amma gəlirsən Kərbəlaya baxırsan, necə şücaətlə danışır, ya Rəbbəl aləmin. Amma Allahın huzurunda o qədər cılızlaşdırır özünü, o qədər kiçildir. Danışım sənə Ərəfatda necə danışırdı Allahla. Deyir, ya Mövlay, ay mənim Allahım, əntəlləzi ənəmtə, sən sənə mənə neymət verən. Əntəlləzi əhsəntə, gözəlliyi bəxş eləyən sən sənə. Əntəlləzi əfzəltə, fəzilətdə eləyən bizləri sənsən. Əntəlləzi razəqtə, ruzi verən sənsən. Əntəlləzi ə'teytə, nəyin var sən vermisən.
Əntəlləzi əqneytə, məni qane eləyən sənsən, məni qoruyan sənsən, günahlarımın üstünü örtən sənsən. Dəfələrlə demişik, bunların günahı yoxdur, amma bizim dilimizlə danışırlar. Bizə istəyirlər başa salsın, Allahla belə danışın. Deyir, əntəlləzi sətərtə, ilahi sənsən ört bastır eləyən. İlahi və Rəbbim, sənsən məni bağışlayan. Əntəlləzi əəztə, Allah izzəti sən mənə vermirsən ha. Mənə izzətim var, sən vermirsən ha mənə. İzzətli eləyən məni sənsən. Əntəlləzi əvəytə, sığınacaq verən mənə sənsən. Əntəlləzi hədəytə, məni hidayət eləyən sənsən. Ay qardaş və dəyərli bacılarım, bizi hidayət eləyən Allahdır. Yoxsa yox idik burada. Hərdən gedin səcdəyə. Deyin, əntəlləzi hədəytə, sənsən hidayət eləyən. Əntəlləzi şəfəytə, xəstələnəndə şəfa verən sənsən bizə. Sonra keçir özünə. Başlayır özü ilə danışmağa. Deyir, ənəlləzi əsətu, amma mənəm o günah eləyən. Ənəlləzi əxtətu, xəta eləyən mənəm. Ənəlləzi cəhiltu, cəhalətə uğrayan mənəm. Ənəlləzi səhəftu, günah eləyən, səhv eləyən mənəm. İlahi və Rəbbim, mənəm o kəs ki, etiraf eləyirəm ki, nə neymətin var, hamısını sən vermirsən. İlahi, seyyidi, ay mənim Allahım, əmərtəni fəəsəytuk, sən mənə əmr elədin, mən sənə üsyan elədim. Sən məni çəkindirdin pis işdən, amma məni pis iş elədim. Danışırsın Allahla belə. Gündə nə qədər günahlarımız olub bu günə qədər. Allah çəkindirdin, elədik. Eləməməliydik, elədik. Ya Rəbbəl aləmin, elə bir hala düşmüşəm ki, mənim üçün daha bəraət yoxdur, üzrxahlıq eləməyə utanıram səndən. Hərdən olur da insan görürsən, tövbə də eləmək istəyir, utanıram. Deyirsən, utanıram, sənə necə tövbə edeyim? Adam nə qədər tövbə sındırar? Hə? Adam bu qədər tövbə sındırar. Biz bir nəfərə söz verdik, çalışırıq üstündə əsrik əməl eləyək. Allaha söz veririk, buradan sındırırıq. Ya Mövlay, ay mənim Allahım, nəylə gəlim hüzurva? Nəylə gəlim? Əlimdən, ayağımdan, dilimdən, gözümdən, qulağımdan. Bunların ki, hamısını sən mənə vermirsən. Bunlar hamısı sənin neymətlərindir. Axır sözlərinə bax. Ey o Allah ki, sətərəni minəl abai vəl ummahat. Sən o Allahsan ki, mənim günahlarımı atamdan da gizlətdin, anamdan da gizlətdin. Heç atam da bilmir mənim günahlarımı, anam da bilmir mənim günahlarımı. Əgər bilsəydilər mənim günahlarımı, içim açılsaydı, məni evdən qovardılar. Deyərlər, adam bu qədər günah edir. Məni vurardılar. Tanısaydılar bizi. Bu qədər günah olarmı? Bu Ərəfat. Görün necə danışır Allahla. Keçirək Kərbəlaya gör nə deyir Allah. Deyir, İlahi və seyyidi şücaənə, şücaətlə. Ay mənim Allahım, vədəttu ən uqtələ və əhya səb'inə əlfə mərrə. İstəyirəm sənin yolunda 70.000 dəfə ölüm dirilim. Birazdır. Bir dəfə vermişəm Əli Əsğəri, istəyirəm 70.000 dəfə verim. Tək sən məndən razı qalasan. Tək sənin məhəbbətini qazanım. Tək mənim ölümümlə sənin dinin qalsın. Kərbəlada şücaət, Ərəfatda ibadət. Şücaət hara? Hansı nöqtəyə çatıb? İbadət hansı nöqtəyə çatıb? Ərəfatda danışır, Kərbəlada göstərir. Ərəfatda sözlərdir, Kərbəlada o sözlərin canlı formasıdır. Kərbəla Ərəfatın ruhudur, ona görə deyirlər. Kərbəla Ərəfatın ruhudur. Nəzəriyyəni praktiki göstərdi. Demədi, mən dönəm, mən kiməm ki sənin qabağında? Nə demişdi, gəldi Kərbəlada göstərdi. Kərbəla praktikadırsa, Ərəfat nəzəriyyədir. O nəzəriyyədir, bu praktikadır. Ona görə Allah Teala deyir ki, əgər Qədr gecəsi bir insan bağışlanmasa, bədbəxtdir. Amma işi qaldı Ərəfata. Ərəfatda 100% bağışlanar inşallah. Ərəfata. Bu bir söz.
Ondan sonra deyir, hədisdir bu. Bir qrup insanlar Ərəfata yığışa, bir qrup insanlar da Kərbəla çölünə. Allah birinci Kərbəla çölündə olanlara baxar, sonra Ərəfatda olanlara baxar. Niyə? Şişirdilib bu söz? Vallahi şişirdilməyib. Çünki Ərəfat canlıdır, Kərbəla canlıdır, Ərəfat sözlərdir. Hüseyin əleyhissalam danışdıqlarını canlı şəkildə göstərir orada. Danışdıqlarını canlı şəkildə göstərir. Ona görə insan nə qədər Hüseyni tanıyır, aşiq olur. Şücaət və eşqin ayrılmaz hissəsidir. Nə qədər tanıyırsan, ayrıla bilmirsən. Nə qədər sevirsən, daha çox sevməyə başlayırsan. Və yanındakılar da belə idilər. Ənəs ibn Haris var idi, qoca bir dənə səhabə idi, qoca. Peyğəmbərin səhabələrindən olub, Peyğəmbərin vaxtında yaşayıb, yaşlılar var burada, əyləşiblər, o da bir qoca idi. Peyğəmbər bir dəfə Ənəsə dedi, Ənəs, İnnə ibni haza yuqdəl bi ərdin yuqalu ləhu Kərbəla. Mənim bu balam Hüseyni görürsən? Dedim, bəli. Dedim, balam Hüseyn, bir torpaq var, onun adı Kərbəladır, orada qanına qəltan olacaq. Amma sənə bir söz deyim, Ənəs, ya Resulallah buyur, fəmən şəhidə minkum fəliyansirhu, fəliyansurhu. Kim o Hüseyni gördü, o vaxt yaşadı, Hüseyni tənha qoymasın ha. Balamı tənha qoymayın. Ənəs deyir Kərbəlada, qoca yaşında gəldi çatdırdı özünü İmam Hüseynə. İmam Hüseyn deyir bu qocanı çox istəyirdi. İmam Hüseyn dedi ki bu qocaya get Ömər Sədlə danış, bir-iki kəlmə ona dinən. Dinən axı siz tanımırsınız Hüseyn kimdir? Bilmirsiniz Peyğəmbər balasıdır, Əli balasıdır, Zəhra balasıdır. Ənəs gəldi, danışdı bunları Ömər Sədə. Ömər Səd qutarandan sonra Ənəsin sözü üzünü tutdu, dedi, vallah bilirəm ki, Hüseyni kim öldürsə gedəcək cəhənnəmə. Ömər Səd deyir, vallah bunları bilirəm. Amma neyniyim, İbn Ziyad oradan əmr verib, bunu eləməsəm məni öldürərlər. Bədbəxt insan, bir dəfə öləydin, mərdiyanə, milyon dəfə ölməkdənsə bu şəkildə. Ənəs gəldi, yanında İmam Hüseynin qabağına, icazə versən gedin vuruşum, dedi get. Qoca gidir, getməmişdən qabaq, qaşları ki ağarmışdı, istəmirdi bunun ağ qaşlarını görüb, desinlər qocadır bu, vuruşa bilməyəcək. Deyir, bir parça götürdü, bağladı deyir alnını ki görünməsin. Çıxdı meydana qoca halında, gəldi yandı düşmənin qabağında şücaətlə, vurdular bunu, yıxdılar yerə, şəhid elədilər İmam Hüseyin əleyhissalam. Gəldi yandı başının üstə, dedi şəkərallah sə'yək, ya şeyx, ay qoca, Allah sənə əcr versin. Allah sənə əcr versin, mükafatı versin. Görürsən necə aşıqdır? Bir də var idi orada, adı Əmr ibn Qərəzə idi. Əmr ibn Qərəzə. Bunun atası Rey şəhərin fəth eləyənlərdən idi. Bunun atası Əli əleyhissalamın səhabələrindən idi. Sıffeyn də iştirak eləyənlərdən olub, Sıffeyn müharibəsidir. Dərd budur ki, bunun qardaşı Ömər Sədin qoşununda idi. Bu özün gəldi çatdırdı, Məhərrəmin 6-sı günü gəldi çatdırdı Hüseyni özü. Qardaş o tərəfdə, bu tərəfdə. Qardaşın o başladı, ged o tərəfə. Deyir, qardaşım, nəyin var, hamısı Hüseynə qurban olsun. Ona görə deyirlər, eşq gəldi bir həddə çatdı, qardaş da yoxdur ki, yalnız Allah. Qardaş o tərəfdə, deyirlər, qardaşın o tərəfdə, deyir, yox, dəxil nədir? Getdi vuruşmağa, gəldi çatdırdı, özün vuruşdu, deyir, yaraladılar bunu, amma bu qayıtdı İmam Hüseynin yanına. Qayıtdı, yaralı halda dayandı İmam Hüseynin qabağında, bir kəlmə, bir cümlə dedi, elə bil bir dənə bu cümlə üçün gəlmişdi, qorxurdu bu cümləni deyə bilməz, ölər. Dedi, əvə feytu yəbnə Rasulillah, ay Peyğəmbərin balası Hüseyin, mən sənə vəfalıyam, yoxsa yox. İmam Hüseyin dayandı, baxdı, ondan sonra qayıtdı, nəm, əntə əmami fil cənnə, bəli, sən mənə vəfalı oldun və məndən qabaq cənnətə yiyəcəksən sən və get Peyğəmbərə salamımı çatdır, dinən mən də gəlirəm. Və bu da getdi. Bunu da şəhid elədilər. Qardaşı o tərəfdən qışqırdı İmam Hüseynin üstünə ki, qardaşımı öldürdün ay Hüseyin. Dedi, mən öldürmədim, hidayət elədim. Allah mənim vasitəmlə onu hidayət elədi. Mənim vasitəmlə onu hidayət elədi. Əsas da gedək bir qapıya tərəf. Üz tuta o qapıya. 6 gündür əyləşmişik.
İmam Hüseyin əleyhissalamın qapısında günahlarımızı etiraf eləyə Allaha əyləşmişik. Qəlblərimizdə görürəm 6 gündür. Ata balasına necə ağlayar, ana balası üçün necə ağlayar, buradan görürəm necə ağlayırsınız. Yığışmışıq yenə də. Deyirlər, Ümmü Sələmə deyir, Peyğəmbər yatmışdı, İmam Hüseyin uşaq idi. Deyir, İmam Hüseyin əleyhissalam gəldi, qapını açdı, daxil oldu evə. Babasını istəyirdi. Deyir, Ümmü Sələmə deyir, tez tutdum Hüseyni. Tutdum, dedim, bala, hələ getmə, babon yatıb. Amma deyir, əlimdən qaçdı, apardı, atdı özünü Peyğəmbərin sinəsinə. Peyğəmbər gözlərini açdı, gördü sinəsində Hüseyin yatıb. Hüseyin sinəsindədir. Deyir, Ümmü Sələmə deyir, baxdım, gördüm Peyğəmbər Hüseynin köynəyini çıxartdı, dodaqların qoydu Hüseynin sinəsinin üstünə, boğazının üstünə, öpməyə başladı. Deyir, Ümmü Sələmə dedim, ya Rasulallah, bu balanı niyə bu qədər öpürsən belə? Dedi, Ümmü Sələmə, bildiklərimi bilmirsən. Dedi, nə məsələdir? Dedi, Ümmü Sələmə, bu balamın sinəsinə nizə vuracaqlar. Bu balamı Kərbəla çölündə başın kəsəcəklər. O qılıncların, nizələrin yerini öpürəm, işin yoxdur məndən. Biz üz hansı qapıya getmək istəyirəm bugün? Əssalamu aleyk, ya Babəl Həvaic, ya Əbəl Fəzlil Əbbas, ruhi fidak. Ay Əbəl Fəzl Abbas, ay Hüseynin vəfalı qardaşı. Ay o kəs ki, uşaqlar hey çağırırdılar, Əbəl Fəz, əmi, bizi tənha qoyma. Gəldim təvəssül eləməyə sənə. Hamımız yığışmışıq, təvəssül eləməyik. Deyirlər, Əbəl Fəz dünyaya gələndə, Peyğəmbər Əli əleyhissalam məsciddə əyləşmişdi, məsciddə idi. Gəldilər, dedilər, Əli, Əbəl Fəz dünyaya gəlib. Deyir, Əli əleyhissalam qaça-qaça çatdırdı özünü evə, sevindi. Amma deyir, gəldi, dayandı. Yəni ki, burada atalar var. Mən belə bilirəm ki, adama ilk dəfə övladı dünyaya gələndə, övladını verəndə qucağına ata neynir? Birinci üzündən öpər. Sonra alnından öpər, gözündən öpər övladın. Amma Ümmülbənin deyir, uşağı verdim Əli əleyhissalama, gördüm, Əli üzündən öpmür. Baxdım, gördüm, Əli əleyhissalam Əbəlfəzin qollarından öpür. Dedim, Əlican, bu uşağımın qollarına nə olub belə, bu qollardan niyə bu qədər öpürsən? Dedi, Ümmülbənin, bu qollar qələm olacaq Hüseynin yolunda. Ayətullah Mələki Təbrizi fəqih idi, müştəhid idi. Tanıyırlar, alimlərdən soruşsuz onu tanıyırlar. O qədər imanlı insan idi bu şəxs. O qədər imanlı insan idi və arif billah idi, arif idi və müştəhid idi. Deyirlər, gedərdi səcdəyə, 2000 dəfə bir səcdə deyərdi, Subhanəkə inni kuntu minəz zalimin. Gedərdi səcdəyə, Yunus Peyğəmbərin o zikri ki var, Allah sən pak münəzzəhsən, mən zalim oldum, özümə zülm eləmişəm. 2000 dəfə o zikri deyərdi. Dövrün uveysi deyərdilər buna. Dövrün uveysi deyərdilər. Gecə namazına deyirlər, hönkürtü ilə qalxardı. Gələrdi, başını qaldırardı səmaya bağlayardı, baxardı, o qədər ağlayardı. Ondan sonra deyir, gecə namazın qılanda, daha deyir, biz Mələki Təbrizini tanıya bilməzdik. Bu Mələki Təbrizdən danışıram sizə, müştəhid idi. Bunun bir dənə yuxusu var, onu danışıram sizə. Bilirsiniz, mən yuxu danışan adam deyiləm. Çox az danışaram. O da araşdıraram, görərəm, çox mötəbərdir, ona görə danışaram. Da müştəhidin yuxusudur. Deyir, bir yuxu gördüm. Amma deyir, hələ tələbəçiliyə qədəm qoymamışdım o yuxunu görməmişdən qabaq. İstəyirdim tələbə olam, fikirləşirdim ki, İslam yolunda tələbə olum, yoxsa yox. Gecə yatdım, bir yuxu gördüm. Gördüm, Əbəlfəz ağa atın üstündədir. Gəldim, dayandım Əbəlfəz ağanın kənarında. Üzümü, dodaqlarımı qoydum Əbəlfəz ağanın dizlərindən öpdüm. Mən bunu oxuyana dedim, ey kaş, bizə də nəsib olaydı bir dəfə Əbəlfəzin üzündən öpək. Əbəlfəzi bağrımıza sıxaq. Deyir, öpəndən sonra Əbəlfəz qayıtdı mənə, yanımda bir kitab var, əlvi uzat kitabı götür. Deyir, öz-özümə fikirləşdim ki, niyə görə bu kitabı özü mənə vermir? Deyir, yanımda kitab var, sən uzat əllərivi götür.
Deyir, öz-özümə içimdə biraz belə gileyləndim. Gileyləndim o mənada yox, fikirləşdim deyir. Deyir, birdən gördüm qəflətən Əbəlfəz qayıtdı. Dedim, Mələk Təbrizi, qollarım yoxdur, yoxsa verərdim o kitabı sənə. Aşura günü idi, deyirlər. Zeynəb çağırdı Hüseyni. Dedi, Hüseyin can, gəl bir dənə qardaşıma bax. Qardaşın dayanıb Əli Əkbərin o cənazəsi üstündə gör, halını gör. İmam Hüseyin deyir, gəldim, dayandım. Baxdım, gördüm, Əbəlfəzin bədəni titriyir. Üzün tutdu mənə, dedi, qardaş, ya Hüseyin, onlar izin verəsən gedim vuruşum, vallah taqətim qalmayıb. Daha taqətim yoxdur. Deyir, İmam Hüseyin deyir, qayıtdım Əbəlfəzə ki, Əbəlfəz vuruşmamışdan öncə gedib vuruşma. Bilirsən, uşaqlar susuzdur, sən get su gətir. Amma su gətirməmişdən qabaq bir üzvü tut düşmənə, höccəti tamamla. Deyirən, niyə su vermirlər ki? Əbəlfəz ağa deyir, üzümü tutdum düşmənə tərəf. Dedim, ay düşmən, siz axı müsəlman deyilsiniz. Hüseynin balalarını ətşan görmürsünüz. Susuz görmürsünüz Əli Əsxəri, Rüqəyyanı, Zeynəbi. Deyir, düşmən o tərəfdən bir dənə cavab verdi mənə ki, vallah dünyanın bütün suyu bizim əlimizdə ola, o su bizim ixtiyarımızda ola, bir qətrə də o sudan verməyəcəyik sizə. Deyir, bunu deyəndə deyir, xeymələrdən əl-ətəş səsi gəldi, uşaqlar başladı ağlamağa, hamı ağladı, deyir, Əbəlfəz gəldi, çatdırdı özünü Hüseynə, dedi, qardaş, daha gedirəm, izin ver, dedi, get. Amma getməmişdən qabaq görüş balalarla. Gəldi balalarla bir-bir görüşməyə, uşaqları öpdü. Gəldi, çatdı Rüqəyyaya, Rüqəyyanı öpmək istəyəndə baxdı, gördü, 3 yaşlı balanın dodaqları qupqurudur. Öpə bilmədi. Dedi, qoy gedim suyu gətirim, utandı. Gedim suyu gətirim, gələrəm, sonra Rüqəyyanı doyunca öpərəm. Ay Əbəlfəz, kaş öpüb gedəydin. Deyir, Əbəlfəz gəldi, Hüseyni qucaqladı, qardaş səhnəsi. Deyir, qardaş bir-birini qucaqladı, Əbəlfəz getdi. Əbəlfəz getdi, çatdırdı özünü. Gəldi, çatdırdı özünü Fərata tərəf. O hadisələri bugün danışmayacağım. Gəldi, çatdırdı özünü Fərata. Suyu götürmək istədi, hadisələr çoxdur, tavsiyə gün danışacağım. Amma bir də onu Hüseyin eşitdi ki, ədrikni ya əxa, qardaşı dərk elə, qardaşın yıxıldı yerə. Xanım Zeynəb deyir, gördüm Hüseyin qaça-qaça gedir. Amma baxdım, gördüm qaçanda Hüseyin əyildi yerə, nəsə götürdü, öpdü, qoydu gözünün üstünə. Biraz da getdi qabağa, nəsə də yenə götürdü, 2 dəfə qoydu gözünün üstünə. Baxdım, gördüm Əbəlfəzin qolu düşüb yerə, Əbəlfəzin qolunu götürüb, öpür, qoyur gözünün üstünə. O birisi qolunu götürdü, öpdü, qoydu gözünün üstünə. Gəldi, çatdırdı özünü Əbəlfəzə. Baxdı, gördü Əbəlfəzin gözünə ox deyib, yana-yana baxdı Əbəlfəzə. Əbəlfəz bilirsən nədir Hüseyin, hə? Dedi, Hüseyin, gözümün fikrini edib pozma belə öz-özüvi. Heyf ola yoxdur əlim, yoxsa silərdim gözüvi. Əllərim yoxdur, gözümün yaşını silərdim. Gerçək qan pərdə tutan gözlərə gündüz gecədir. Qoy oxun söhbəti qalsın hələ. Əsxər necədir? Sən mənə Əsxərdən danış. Əsxərdən danış. İmam Hüseyin qucaqladı Əli Abbas əleyhissalamı. Qucaqladı, çox qəribə anlar idi vallah. Qucaqlaşdı qardaşlar. Qucaqlaşandan sonra deyir, İmam Hüseyin qayıtdı təzdən. Bilirsiniz, deyir, gətirə bilmədi. Niyə gətirə bilmədi deyim sizə? Əbəlfəz ağanı niyə gətirə bilmədi? Deyirlər, Əbəlfəz ağa tikə-tikə olmuşdu bədəni. Hüseyin əleyhissalamla taqəti qalmamışdı. Gəldi, çatdırdı özünü xeymələrə. Rüqəyya qaçdı, deyir, Hüseyin əleyhissalamın qabağına. Dedi, əmim anı. Dedi, başın sağ olsun Rüqəyya, əmin şəhid oldu. Əbəlfəz ağanı çox faciəli şəkildə şəhid elədilər. Ummul bənindən belə nəql eləyirlər, deyir, ana ağlayırdı. Dayanardı Bəqi qəbirstanlığında, ay Bəqi qəbirstanlığında yana-yana ağlayanlar, sizə deyirəm sözümü. Ay Bəqi qəbirstanlığında xanım Zəhnanın qəbrini axtaranlar. Deyir, gəlib dayanardı, orada ağlayardı, deyərdi, bilirsən nə deyərdi, axır sözlərimlə bitirim. Deyərdi, Əbəlfəz,
Eşitmişəm qoluvu vurub salıblar yerə. Eşitmişəm sonra o birisi qoluvu da vurub salıblar yerə. Əvvəlfəz eşitmişəm başıva əmud vurublar. Əməlfəz bilirsən məni çox nə yandırır? Xanım Zeynəb də qıraqdan qulaq asırdı ananın yanğılı sözlərinə. Əvvəlfəz məni yandıran budur ki, atdan deyirlər yıxılmısan yerə. Atdan yıxılanda əllərin olmayıb, üzü üstə yıxılmısan. Kaş anan orada olaydı, tutaydı səni. Xanım Zeynəb oradan qayıtdı, bilirsən nə dedi? Dedi, ummul bənin, yanma, belə ağlama, narahat olma. Anam Zəhra gəldi, Əbəlfəzi qucaqladı. Əla lənətullah ələl qavmiz zalimin.